deyəndə... Əlinin paltarı yoxdur sənin? Əlinin paltarı deyəndə mən çöllərdə yaşayıram da. Ay Allah, ay Allah, ay. Buraya gəlməkdə məqsədim. Mənə məlumat çatdı ki, burada bir ana, bir bala ev eşikləri yox, gəlib burada qəbirstanlıqda yatırlar, gecələyirlər. Gündüzlər gedib buradan tikə çörək tapıb qarnlarını doyundururlar və gecə gəlib burada yatırlar. Bu gördüyünüz qəbirstanlıqda bu günbəzin içində gecələr yatırlar. Bu ziyarətgahda bir ailə yaşayır, ana bala. Gəl. Salam Mələk. Aleyküm selam. Necəsiz? Belə də. Siz burada yaşayırsınız? Hə. Bizə xəbər gəldi ki, bir ana bala burada qəbirstanlıqda yaşayır, evləri, eşikləri yoxdur. Biz də Bakıdan durub gəlmişik. Doğrudan bu belədir ya yox? Hə. Kimlə yaşayırsan burada? Qızımla. Qızınla. Hə. Eviniz, eşiniz yoxdur sizin? Yox. Heç əvvəldən olmayıb, ya var? Var idi, uçdu. Evimiz uçdu. Uçdu, gəldik, həmən yerdən tutduq, gəldik. Svetlizariyada qaldı. Elə bir orada tikdim atdım, üstüm bağlaya bilmirəm qıza görə. Qızım ora-bura aparıram. Qızın da eşitdim xəstədir. Nə xəstəsidir qızın? Bilmirəm, buradan ağrı vurur, başını belə bir xəstədir. Ruhu xəstədir, nəsə psixoloji xəstədir, yəni. Dəqiq deyə bilmərəm, məlumatım yoxdur. Yaxşı, burada niyə yaşayırsınız? Burada qəbir, buradan qorxmursunuz siz axşamlar? Də qabağında işıq yanır, ona görə yatırıq burada. Heç yerdə işləmirsən və nə ilə dolansınız siz? O budur, gətirib verir, çörəyimizi yadır. Tanıyanlar gəlib çörəkcə. Qızın haradadır? Çöldədir. Çöldədir? Allah təmizləyir. Siz kiməsə müraciət eləmişsiniz, dövlət nümayəndələrinə, kimlərəsə? İcra hakimiyyətinə gedirəm, qoymurlar. İçəri buraxmırlar? Yox. Və nə deyirlər ki? Getir kənd sovetinə, onunla nə bilim nə, hərə ora-bura atır. Get Xoşqədəmin yanına, Xoşqədəm sənə dam verər, girərsən onun içinə. Deməli, dövlət qalıb sizi Xoşqədəmin yanına göndərirlər ki, get Xoşqədəm sizə əlac eləsin. Hə, icra hakiminin kişiləri dedi mənə. Cəlilabadın icra hakiminin kişiləridir. Bu ana bala gecənin bu yarısında, hansı ki gündüzlər bura vahimə basıblar, girmək olmuş. Bunlar gecələr burada yaşayırlar. Ac, susuz, gözləyirlər ki, kimsə gətirib bunlara bir tikə çörək verəcək. Ondan bunlar yaşayacaqlar, dolanacaqlar. Doğru.